Hər vaxtınız xeyir olsun uşaqlar. Mən bundan sonra danışdığımız kimi mətn izahlarının hər birini ya YouTube-a yerləşdirəcəm, ya da özünüzə atacağam. Çalışacağım YouTube-a yerləşdirim. YouTube sizin üçün daha rahat olar deyə düşünürəm. Həm orada sürəti azaldıb çoxaltmaq olur, həm də yəni telefonda yer tutmur. Deməli, mən sizə indi mətnlərin heç birisini özünü oxumayacağam, ancaq yəni mətnlərin özünü hamısını videodan əlavə oxumuşam təbii ki. Amma burada oxumayacağam ki, vaxt itkisi olmasın. Onsuz da bilirəm ki, mətni yazan uşaq mətni oxuyub daha sonra yazır da. Yəni bunun üçün gərək yoxdur. Ona görə birinci başlayıram uşağın dili mətnindən. Uşağın dili mətnindən deməli başlayıram elə 221-ci sualdan. Deyir ki, hansı deyim mətndən çıxan əsas fikrə uyğundur? Mətni diqqətlə oxudunuz. Gəlin indi baxaq. Deməli, burada deyir ki, axına düşənlər başqa yolların mümkünlüyünü heç ağılına da gətirmir. Müdrik adamı isə fərqli yolları görür və özü seçim edir. Baxın, mətnin bu hissəsində deyir ki, cəmaət əsirləri görəndə qışqırmağa başladı. Deməli, meydana gətirirlər bu əsirləri. Hamı da qaça-qaça tez əsirlərin gəldiyini eşidən kimi meydana doluşur və deyir ki, burada cəmaət əsirləri görəndə qışqırmağa başladı. Öldürülsünlər, onlara ölüm və s. və s. Burada da həqiqətən də axına düşən insanların başqa yolların mümkünlüyünü heç ağlına da gətirmir. O vaxt yadıma gəlir Qarabağ müharibəsi vaxtı idi. Həmin vaxtda səhv eləmirəmsə deyəsən bizim əsgərlərdən, yəni 6 il bundan 5-6 il bundan əvvəl danışıram. Bizim əsgərlər deyəsən erməni uşağına şokolad mı vermişdi, nəsə şirniyyat mı, belə bir şey vermişdi. Körpə balaca uşaq idi. Sadəcə uşağı tərk edib getmişdilər evdə. O nəsə belə bir hədiyyə kimi bir şey vermişdi də ona. Yadıma gəlir, onda mən onu öz Instagramda paylaşaraq yazmışdım ki, yəni bunların uşaqlarını belə diri-diri boğub öldürmək lazımdır falan. Belə içərisində nifrət dolu yazılar yazıb paylaşmışdım. Onda mənim bir rəfiqəm var idi. O mənə demişdi ki, yəni o uşaqdır. Onun heç bir günahı yoxdur. Hər uşaq doğulanda yəni milliyyətli şəkildə doğulmur da. Hər kəs doğulanda birinci müsəlman olaraq doğulur. Daha sonra o valideyninə görə şəkil alır da. Bu axına düşmək məsələsi, ona görə deyirəm ki, yəni mən də axına düşənlərdən biri idim. Həqiqətən də burada elədir. İnsanlar uşaqlara belə axına düşürlər və uşaqlara belə yəni can yandırmırlar. Bir bunu götürək. Bir kəs ki ağrı hiss edir, o canlıdır. O kəs ki başqasının ağrını hiss edir, bəli, ağrısını hiss edir, o insandır. Bəli, eynən bu şəkildə. Baxın, burada qoca qadın deyir ki, gör biz nə günə düşmüşük ki, deyir uşaqdan belə ağıl almaq həddinə gəlib çatmışıq da. Həqiqətən də uşaq onlardan daha vicdanlı şəkildə düşünürdü. 1-2 elə variantımız da var. D variantı burada cavab olur. İgidin başı qalda gərək, bu heç ümumiyyətlə aid deyil. Döyüş meydanında can versə insan xoşdur namərdliklə qoyub qaçmaqdan. Yox, qətiyyən aid deyil. Səadət çiçəyi diləs könlün həyatda axtarma, özündə axtar. Yox, səadət çiçəyi diləsə könlün həyatda axtarma, özündə axtar. Bu fikirdə düşünürəm ki, bu mətnə heç bir əlaqəsi yoxdur. Cavab olacaqdır. Daha sonra mətnlə bağlı doğru fikirlər müəyyəndir. Raymond meydana əsirlərin gətiriləcəyin kəndlərdən eşidir. Yox, bu səhvdir. Çünki burada bizə elə bir məlumat vermir və deyir ki, paraşütçülər hələ səmada ikən Raymond baş meydana tərəf qaçır. Mən düşünürəm ki, o yəqin ki paraşütləri görmüşdü ona görə. Ona görə birincisi səhvdir. Çıxıram bunu. Polislərin sayı az olduğu üçün əsirləri qorumaq iqtidarında deyil. Baxın, burada deyir ki, Vurtut iki polis işçisi lap istəsə də qəzəblənmiş kütləyə müqavimət göstərə bilməyəcək. Bəli, burada da nə deyir ikincidə? Deyir ki, polislərin sayı az olduğu üçün əsirləri qorumaq iqtidarında deyildilər. Bəli, və çünki insanlar qəzəbin, nifrətin axıdacaqdı onların üzərinə və həmin an əsirləri öldürə də bilərdilər. Ona görə deyir ki, cəhd tərpənib, deyir ki, dayanın, sizin heç vicdanınız yoxdur, içini götürürəm. Burada iki variantı hansılardır? C-dir və E-dir. Baxaq, paraşütçülərin cəsarəti şəhər əhalisini heyrətə salır.
Xeyr, belə bir şey yoxdur. Raymondun nitqində əsirlərin toxunulmazlığı fikri vurğulanır. Bəli, vurğulanır. Cavab olur 2, 4. Deyir ki, əgər sizin oğlanlarınızı baxın, yad ölkədə əsir götürsələr, siz onların öldürülməyini istərdiniz. Daha sonra gəlirik 223-ə. Deməli, 223-də nə deyir? Nömrələnmiş hansı cümlə mətndən çıxarılsa, mətnin məzmununda dəyişiklik olmaz. Gəlin baxaq nömrələnmiş cümlələrə. Deməli, burada baxın, mən düşünürəm ki, burada birincisi budur. Onlardan xahiş etdik ki, bizi uşaqlıq çağlarından danışsınlar. Qonaqlarımızın uşaqlıq dövrü müharibə illərinə düşmüşdü. Yəni, bunu buradan çıxartsaq belə, məsələn, bu cümləni çıxartsaq belə, deməli, davam eləsək buradan, məsələn, qonaqlarımızın uşaqlıq dövrü müharibə illərinə düşmüşdür. Raymond gözlərimizi yaşardan bir əhvalat danışdı. Yəni, çox normal şəkildə davam edə bilər. Ona görə mən düşünürəm ki, biri çıxarda bilərik. Paraşütçülər təyyarələrin vurulduğu yerdə ağacdan asılıb qalıblarmış. Bəli, bunu da çıxartsaq bir dəyişiklik baş verməz. Çünki baxın, zaten orada paraşütçüdən danışırsa, yəni az çox təxmin eləmək olur ki, paraşütçü göydən gəlir. Yəni, ümumiyyətlə də bunu çıxartsaq belə, mənada mətndə dəyişiklik olmaz. Bir dəfə müharibənin başa çatmasına az qalmış, şəhər polisləri 2 İngilis paraşütçüsünü ələ keçirirlər. Paraşütçülər hələ səmada ikən görən Raymond baş meydan tərəfə qaçır. Yəni, bu, belə deyim də, əlavə bir cümlədir. Gəlin daha sonra baxaq. Deməli, özləri də bərk qorxmuşdular. Baxın, mən düşünürəm bir də burada bu cümlədir ki, oğlan başa düşürdü ki, əsirləri mühafizə edən vurtut 2 polis işçisi var. Lap istəsə də qəzəblənmiş kütləyə müqavimət göstərə bilməyəcək. Bunu buradan çıxarsaq elə, özləri də bərk qorxmuşdular. Nəsə eləmək lazım idi, özü də vaxt itirmədən təcil. Yəni, normal şəkildə davam eləmək olar cümləni. Axı, onlar adicə oğlan uşaqlarıdır. Yəni, yox, bunu çıxartmaq olmaz. Mən düşünürəm ki, cümlənin elə özəyi buradan başlayır. Bu cümlənin 5-ə baxaq. Nəhayət yaşlı bir qadın dedi. Bəli, bunu da yəni, çıxartmaq olmaz. Düşünürəm, çünki o həmin cümlənin özəyi ilə buradan başlayır. Elə 1, 2, 3 cavab olacaq B. 224. Əvvəlində hansı işarə qoyulmuş cümlə özündən əvvəlki cümlənin açıqlamasıdır? Gəlin baxaq 224-də. Gəlin baxaq, məsələn, Raymond gözlərimizi yaşardan bir əhvalat danışdı. Aha, deyir ki, əvvəlində belə işarələr qoyulan cümlə özündən əvvəlki cümlənin açıqlamasıdır. Qonaqlarımızın uşaqlıq dövrü müharibə illərinə düşmüşdür. Raymond gözlərimizi yaşardan bir əhvalat danışdı. Burada, yəni belə deyim də, belə müəyyən bir, konkret bir açıqlama yoxdur. Bax, nəhayət 2 İngilis təyyarəçisini gətirirlər. Onların dalınca bura hərbi əsirlərin saxlandığı həbsxanadan maşın gələcəkdir. Bu cümlənin davamıdır deyə düşünürəm. Raymond ingilislərin sifətinə baxdı. Paraşütçülər 19-20 yaşlı cavan uşaqlar idilər. Özləri də bərk qorxmuşlar. Bu cümlənin yəni açıqlaması deyil, davamıdır deyə düşünürəm. Bəs bu idi ki, Raymond imkan tapıb qışqıra desin bir dəqiqə. Oğlana xətər yetirmək istəməyən kütlə bir anlığa susub qaldı. Aha. Bəs bu idi ki, Raymond imkan tapıb qışqıra desin. Yox, bu da bunun davamı deyil. Gələk baxaq buna. Deməli, kütlə əsirləri parçalamağa hazır dayanmışdı. Aha. Paraşütçülər görəndə çoxları Bostondakı işini yarımçıq qoyub, yaba və kürəklə silahlanaraq meydana cunmuşdu. Bəli, mən düşünürəm ki, cunmuşdular meydana və bizə nə istəyir? Açıqlama verilsin. Baxın, burada nə deyir? Deyir ki, paraşütçüləri görəndə çoxları Bostondakı
Dirdi. Da və ya xilas edici uşaq yaza bilərik. Fikirləşirdim bayaqdan. Açıq saxlamışam videonu. Və ya xilas edici uşaq yaza bilərik. Daha sonra yaza bilərik nə? Silahlanan insanlar, bir nəfəsə silahlanan insanlar yaza bilərik və ya axına düşən insanlar yaza bilərik. Ya belə deyim, əsirlər və mühafizələr yaza bilərik və yaza bilərik ki, işini yarımçıq qoyub silahlanan insanlar və s. Daha sonra gəlirik 229-a. Nə deyir 229-da? Üzərində rəqəm yazılmış sözlərə əsasən cədvəli doldurun. Baxın, çox sevindirdi. Sevindirdi həqiqi mənadadır. Sonra kiçik, məruz qalmış kiçik bir şəhər. Şəhər kiçik ola bilər, həqiqi mənadadır. Uşaqlıq dövrü müharibə illərinə düşmüşdü. Həqiqətən də gedib düşmüş ki, bu məcazi mənadadır. Paraşütlə təyyarələrin vurulduğu yerdən ağacdan asılıb, həqiqətən asıla bilərlər. Həqiqi mənadadır. Meydan artıq adamla dolmağa, dola bilər meydan həqiqətən də adamla. Məsələn, dolar, ağzına qədər dolar, yer olmaz girməyə bu mənada. Sonra bu 5 idi, 6 cunmuşdu. Yarımçı qoyub yapa və kürəkli silahlara meydana cunmuşdu. Bu da həqiqi mənadadır, cunmaq. Bu qədər. Elə 6 dənə idi, səhv eləmirəmsə. Ağıl yaşda deyil, başdadır deyimini mətnlə əlaqələndirərək fikrinizi yazın. Bəli, bu fikir tamamilə mətndən səsləşir. Hətta deyərdim ki, məsələmdə bu variantların, burada 221-ci sualdakı variantların arasına bunu qoysaydılar, biz gözü yumulu bunu götürə bilərdik də. Hətta ağıl yaşda deyil, başdadır deyimi. Bəli, Raymond özü balaca da olsa yaşca, amma o insanlar arasında ən işə yarayan, ən düzgün qərar verə bilir. İnsanın həyatını xilas eləyir. Həqiqətən də bu mətndən biz görürük ki, ağıl insanın yaşında deyil, başındadır. Baxın, qoca qadının bu sözləri belə, əgər baxın burada onların üzündəki gör nə günlərə gəlib çatmışıq ki, balaca uşaq deyir bizdən, bizə ağıl öyrədir. Deməli, buradan biz anlaya bilirik ki, ağıl həqiqətən də yaşda deyil, başdadır. Uşaqlar, gəlin indi sizlə tibbin simvolu, ilan və qədəh mətninin suallarına baxaq. Deməli, baxırıq 231-ci-nə. Burada deyir ki, mətnə görə doğru fikirdir. Tibb elmi müasir dövrümüzdə yaranmış və inkişaf etmişdir. Xeyr, əgər baxın, ilan lap qədim zamanlardan tibb elminin diqqət mərkəzində olubsa, deməli, tibb özü də çox qədim zamanlara gedib dayanan bir elmdir. Ona görə A variantı səhvdir. Deyir ki, Asklepios şəfa tanrısı hesab edilsə də, Gigeyanın qədəhi daha məşhurdur. Bəli. Baxın, Gigeya qədim Yunan mifologiyasında sağlamlıq ilahəsidir. Asklepios isə, belə deyim, şəfa tanrısı idi. Bizə də burada deyir ki, şəfa tanrısı hesab etsə, Gigeyanın qədəhi daha məşhurdur. Baxın, nə deyir? Deyir ki, hazırda
Gigia'nın qədəhi apteklərin simvolu kimi istifadə olunur. Bəli, Gigia'nın qədəhi daha məşhurdur. Cavabımız burada olur B variantı. Bütün ölkələrdə adı çəkilən simvolun eyni təsvirindən də istifadə olunur. Yox. Yəni fərqli-fərqlidir. Baxın, burada deyir ki, həvəng dəstə Amerikada, Avropadan fərqli olaraq apteklərdə həvəng dəstə simvoluna istifadə olunur. Azərbaycan tibb ocaqlarında bu emblemə rast gəlir. Nə bilim, fərqli-fərqli simvolun eyni təsvirinə istifadə olunur. Amma bizə bütün ölkələr dediyi üçün ona görə biz həmin variantı çıxırıq. 232-ci suala baxaq. 232-ci sual deyir ki, əvvəlində işarə olan sözlərə əsasən Euler Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Burada deməli baxırıq. Birinci rol sözüdür. Burada üç bucaqda. Kvadratda hansı sözdür? Ağzında. Baxın. Birinci baxırıq. Deyir ki, rolu vardır. Rol nədir? Yəni təsiri var, əhəmiyyəti var sözü ilə əvəz etmək olar. Cavab burada mən 232-də 2-ni götürürəm. Baxın, deyir ki, bir çox əfsanələrin rolu var. Bəli, pozitiv funksiya daşır. Bu, buna aid edilə bilər. Yəni, baxaq görə digərinə aid edilə bilərmi? Deyir ki, ikinci ilan ölmüş ilanı xaç suyuna salmaq üçün ağzında ot gətirib. Aha, deməli, bunun da pozitiv funksiyası var. Ağız sözüdür. Yəni, 3-ü götürürəm. Yox. Bunun pozitiv funksiyası yoxdur. Pozitiv funksiyası yoxdur. Həqiqətən də ağzında ot gətirə bilər deyək ki, məsələn. Həqiqi mənadadır. Bəli, həqiqi mənadadır. Bir yerin önü yaxınlığı mənasındadır. Yox. Burada məsələn qapının ağzı desəydim, bir yerin önü, yaxınlığı mənasında olardı. Amma bu həqiqətən də ağzında od gətirir. Ona görə cavab olur E variantı. Çərçivə daxilində verilmiş hissənin məzmununu əhatə edən tezisdir. Baxaq, deyir ki, nə deyir ki burada? Çərçivə daxilindəki mətnimiz budur. Bu mətndə bizə nə deyir orada? Deyir ki, 1796-cı ildən sonra ilan və qədəh simvolundan 1796-cı ildən sonra ilan və qədəh simvolundan istifadə olunmadı. Yox, bu əhatə etmir. Yəni, həmin ümumiyyətlə burada 1796-cı ilə qədər Paris Əzadçılıq Cəmiyyəti üçün hazırlanmış metal pullar üzərində istifadə edilmişdir, deyir. Dünyanın çox az ölkəsində gigiyenanın qədəhi simvol kimi qəbul olunub. Dünyanın çox ölkəsində deyil, xeyr. Həm də belə deyim də, baxın, deyir ki, burada var idim. Dünyada Amerika, Kanada, Avstraliya Əzadçılıq Cəmiyyəti və s. kimi bir çox əzadçılıq assosiasiyaları tərəfindən qəbul edilmişdir bu. Ona görə bunu da çıxıram mən. Ölkəmizdə yalnız Sovet dövründə bu emblemdən istifadə olunurdu. Ümumiyyətlə belə bir fikir yoxdur. Xeyr. Daha sonra ilan və qədəh təsviri dünya səhiyyəsinin əsas simvoluna çevrilib. Bəli, ilan və qədəh təsviri dünya səhiyyəsinin əsas təsvirinə çevrilib. Burada baxın, tam 790-cı ildən sonra, yəni o vaxtdan sonra bu əczaçılıq assosiasiyaları tərəfindən qəbul edilib. Bunu mən götürürəm. Y variantda ümumiyyətlə bizim bu çərçivəyə daxil olan bir fikir deyil. Sonra gəlir 234-cü. Üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin. Həmin sözlərə gəlin baxaq. Burada deməli birinci sözümüz məşhur sözüdür. İkinci sözümüz isə dolaşıb sözüdür. Deməli baxıram. Bir nə olacaq? Deyir ki, ən məşhur əfsanə isə ən populyar, ən tanınmış deyərdim.
Bura olacaq A və populyar C. İkinci söz nədir? Dolaşıbdır. Onun əsasına ilan dolaşıb. Dolaşıb, sarılıb mənasındadır. Gəzib, xeyir, dolaşmaq, gəzmək mənasında deyil. Yəni ilan fırlanıb əsaya dolanıb da bu mənadadır. Açılması mümkün olmayan yox. Dolaşmaq nəsə məsələn bir-birinə dolaşır, bu mənasında deyil, yox. Sarılıb mənasındadır. Ona görə cavab olur D variantı. Baxın nə deyir? Deyir ki, hansı nümunə mətnə artırılsa əsas fikrin açılmasına kömək edər. Deməli, burada əsas fikir nə idi? Gəlin birinci ondan danışaq. Əsas fikir o idi ki, hal-hazırda, yəni ümumiyyətlə bu Yunan mifologiyası biz oxuduq, miflər oxuduq, əfsanələr oxuduq bu mətndə. Qərb mədəniyyətinə, ümumiyyətlə qərbə çox böyük təsir göstərib. Bunlardan ən əsaslarından elə biri də bu məsələn görün hal-hazırda da aptekdə bu ilan və qədəhdən istifadə olunur. Yəni görün nə qədər təsiri olub. İndi biz bunu variantlar arasında tapmalıyıq. Bax deyir, ilanın sarılaraq fincana doğru əyilməsi ilan zəhərindən hazırlanan dərmanların fincanda hazırlanmasına işarətdir. Yox, yəni əsas fikirlə nə əlaqəsi var? Ümumiyyətlə əsas fikir bizdə bu mifin bu günümüzə qədər gəlib çatması və təsiridir. Azərbaycanda əczaçılıq 1938-ci ildən başlanır. Yox, bunun heç bir əlaqəsi yoxdur. İlanları öyrənin, yəni bu elmində Azərbaycanda ilanla bağlı miflərə rast gəlinir. Yunan mifologiyası qərb sivilizasiyasının mədəniyyət, incəsənət və ədəbiyyatına böyük təsir. Bəli, gördüyümüz kimi bir çox əfsanələrin deyir, rolu var. Bəli, daha sonra Yunan mifologiyasından danışır. Ondan sonra həmin o mifologiyanın gəlib çıxdığı vəziyyətdən danışır orada çərçivə içərisində. Ona görə cavab olur 235-də E. Daha sonra gəlirik 236-ya. 236-da nə deyir? Deyir ki, mətnin üslubu xüsusiyyətləri əsasında sxemdə qeydlər aparın. Mən deyərdim ki, mətnin üslubu publistik üslubdur. Publistik. Nəyə görə? Burada nə var? Publistik üslubun əsas əlamətləri nədir? Bax, aydınlıq olmalıdır. Anlaşıqlı olmalıdır. Publistik üslubda ən əsas xüsusiyyətlərdən biri nədir? Əksəriyyəti insanlar tərəfindən anlaşıqlı şəkildə başa düşülməlidir. Xalq dilinə yaxın olmalıdır. Publistik üslubun əsas xüsusiyyətlərindən biri budur. Elə bu mətndə də bunları tapa bilərik də, yəni. Çünki bu sadaladıqlarımı bura yaza bilərsiniz. 237. Nə deyir? Tün qara hərflərlə verilmiş sözün kontekstə uyğun qarşılığını müəyyən edib yazın və həmin qarşılığı cümlədə işlənin. Gələk baxaq tün qara hərflərlə görə nə verilib? Mən görmürəm. Söykənərək. Qədimdən bu günə dək gəlib çatmış əfsanələrdə inancılarda deyilən fikirlərə söykənərək, əsaslanaraq, həmin fikirlərə dayanaraq və ya həmin fikirlərə istinad edərək deyə bilərəm. Bunun qarşılığını belə deyə bilərəm. Bizə nə deyir? Qarşılığını müəyyən elədik. Həmin qarşılığı cümlədə işlədir. Məsələn, mən deyirəm ki, bu sadaladığı, məsələn, bəzi xüsusiyyətlər sadalayıram və deyirəm ki, bu xüsusiyyətlərimə dayanaraq və ya daha doğrusu bu fikirlərə əsaslanaraq, deyirəm ki, bu fikirlərimə dayanaraq, bu fikirlərimə istinad edərək, bu sadaladığım fikirlərə əsaslanaraq deyə bilərəm ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Cümləmiz də belə, sonra keçir. 238-də deyir ki, ilan və qədəhin birlikdə simvol kimi qəbul edilməsi 16-cı əsrdə məşhur həkim Parasias tərəfindən irəli sürülmüşdür cümləsi cümləsi ilə hansı abzası genişləndirmək olar? Burada birinci abzasda hələ girişdir. Ona görə belə fikir verilmir. Daha doğrusu ikinci abzas. İkinci abzas da onun davamıdır. Bu üçüncü abzasdır. Üçüncü abzasda nədən söhbət gedir? Başlayır əfsanəyə görə danışır.
Asklepios və onun saraya dəvət olunmasından. 4-cü abzasda isə bax, ilanla əlaqədar simvoldan danışır və deyir ki, ilk simvol təxminən bizim eranın 600-800-cü illərinə təsadüf edir. Lakin həmin dövrdə ilan və fincan ayrı-ayrı təsvir olunurdu. İlan başını fincanın içərisinə doğru əymişdir və burada deyir ki, ilan və qədəhin birlikdə simvol kimi qəbul edilməsi 16-cı. Mən deyirdim ki, bu 4-cü abzasa aiddir. 239-da nə deyir? Deyir ki, altına xətt çəkilmiş cümləni məcazi mənalı ifadələr əlavə etməklə yenidən yazın. Altından xətt çəkilmiş cümlə budur. İlanların tibbdə rolunun olması barədə söylədiyi fikirlər onu alim və həkim, hətta həkimlərin tanrısı etmişdir. Burada Asklepios haqqında danışır. Bizdən nə istəyir? Bir də şərtə baxaq. Deyir ki, həmin bu cümləni məcazi mənalı ifadələr əlavə etməklə yaz. Yəni bu cümlənin içərisində. Məsələn, belə yaza bilərik ki, İlanların tibbdə rolunun olması barədə söylədiyi, insanı mat qoyan fikirlər onu alim və həkim, hətta həkimlərin tanrısı etmişdir və ya insanı beynini dolaşdıran fikirlər və ya dərin mənalı fikirlər kimi sözlər yaza bilərik. Daha sonra gəlirik 40-a. İlana münasibətdə müxtəlif yanaşmalar mövcuddur fikrini əsaslandırmaq üçün mətnə əsasən faktlar yazır. Burada 2 dənə fikir var idi. Müxtəlif yanaşmalar vardı. Bir var idi ki, ilan insanı belə deyim də bədbəxt idi, bir də insanı xoşbəxt idi. Bədbəxt idi ona görə ki, onun zəhəri var idi və belə deyim də İnsan sancaraq zəhərin ona axıdırdı və onu öldürürdü də, insanı xəstələndirirdi. Ümumiyyətlə, ya da həmin bu Asklepios düşünür ki, bu bədbəxtlik gətirəcək və həmin ilanı öldürür. İkinci fikir o idi ki, həm xoşbəxtliyin, həm burada elə bax deyir ki, bədbəxtliyin rəmzidir, həyat və ölümün rəmzidir. Çünki bu ilan zəhərindən alınan dərmanlar da xoşbəxtliyin, həyat verməyin rəmzi idi. Keçirik kartof bitkisi və acılığa. Deməli, deyir ki, mətnin tərkib hissələrinə əsasən uyğunluğu müəyyən edin. Giriş hissə, əsas və nəticə hissəsi. Giriş hissə olacaq dünyada ən sərfəli bitki. Əsas hissədə nədən söhbət gedəcək? Əsas hissədə kartofun, belə deyim də, necə kənd təsərrüfatına daxil olmağından, insanların istifadə eləməyə başlamağından, birinci məsələn onu, belə deyim də, bəzi ölkələrdə nə kimi istifadə edirlər? Çiçək kimi istifadə edirlər. Daha sonra yavaş-yavaş gümüş mədənlərində işləyən adamlara verirlər. Daha sonra əsgərlərə verirlər. Ondan sonra hətta deyir ki, müharibələr belə olmadı. Çünki torpaq çatışmazlığı problem deyildi. Kənd təsərrüfatında yüksəlməyə başlayır yavaş-yavaş kartof. Mən buna B-ni götürəcəm. Daha sonra götürəcəm nəyi? Əhalinin yer dəyişməsi urbanizasiyadan. Urbanizasiya uşaqlar nədir? Qoy bunda izahımı buradan verim. Urbanizasiya kəndlilərin şəhərə axınıdır. Kənd cəmaatının elə bir loru dildə desək, axın edib gəlib şəhərdə yaşamasıdır da. Hətta indi Azərbaycanda, məsələn, Azərbaycanı götürək, elə kəndlər var ki, yəni şəraitsizlikdən, necə deyim, qidasızlıqdan, kasıbçılıqdan üzün tutub şəhərə gəlmir və həmin kənddə 3-4 evdə məsələn yaşayış var da, bütün evləri tərk ediblər demək olar ki. Bu urbanizasiya prosesidir. Belə deyim, eyni də bura əlavə eləyərəm əsas hissəyə. Nəticə hissəsində nə olacaq? Nəticə hissəsində olacaq məncə burada nədən danışır? Nəticə hissəsində NASA-dan danışır. 2015-ci ildə Marsda kartof yetişdirməsindən danışır. Daha sonra nədən danışır?
Deməli, Marsa uçan insanlar, burada sual verir ki, bəs 2033-cü ildə agentlik fikirləşir ki, həmin insanlar, daha doğrusu burada olan insanlar getsinlər orada məskunlaşsınlar, koloniyalar yaradılsın və orada məskunlaşsınlar. Bəs sual yaranır ki, deyir, bəs onlar orada nə ilə qidalanacaq, nə yeyib içib sağ qalacaqlar? Cavabında isə deyir ki, əlbəttə, əsrlər boyu Avropalıların və Cənubi Amerikanın yerli sakinlərinin qidalandıqları kartofla. Yəni, belə deyim, gələcəyin qidası. Nəticə hissəsində də bunu yazırıq. Deməli, oldu 1 nə? 1D, 2BE, 3C. Cavab D variantı. Ağır işə tab gətirmələri üçün kartof misilsiz enerji mənbəyi olduğu cümləsi nömrələnmiş hansı abzası artırılsa, mətnin tərkib hissələri arasında əlaqə pozulmaz. Mən deyərdim ki, bu artırılsın. Hara? Artırılsın burada 1, 2, 3 və 4-cü abzası. Bax, bura. Gümüş mədənlərində işləyən insanlar kartofla qidalanmağa başladılar. Yoxsullar kartofla qidalanmağa başladılar. Ümumiyyətlə, bura artırılsa məntiqi ardıcıllıq pozulmaz. 243, burada cavab olacaq A. 243, mətnin sonuncu abzasındakı fikirləri hansı statla qüvvətləndirmək olar? Mətnin sonuncu abzasındakı fikirlər budur, bu hissədir. Deməli, deyir ki, həqiqi sahibi olmayan torpaq yetimdir. Yox, yəni burada ondan söhbət getmirdi. Təbiətin insana bəxş etdiyi nemətlərdən səmərəli istifadə onun xilasıdır. Bəli, bu ola bilər. Deyərdim ki, bu ola bilər. Çünki baxın, deyir ki, burada deyir, insan sayı durmadan artır və artıq aclıq, yoxsulluq yaranır da. Bu hal-hazırda da belədir. Ya qidanı artırmalıdırlar, ya da belə deyim də insanları qırmalıdırlar. Əslində indi bunların elədikləri düzdür, insanları qırıb azaltmaqdır. Amma yəni bunun çarəsini burada mətnə əsasən deyə bilərik ki, onlar hətta gedib Marsda belə kartof yetişdirirlər. İnsanları ora götürməyə fikirləşirlər ki, dünyada bu qədər sıxlıq var, aclıq olmasın. Buradan da bu nəticəyə gəlmək lazımdır ki, təbiətin insana bəxş etdiyi nemətlərdən səmərəli istifadə olmaq onun xilasıdır. Sonra keçirik 244-ə. Mətnə əsasən doğru hökümdür. Varlılar kasıbların Varlılar kasıbların kartofu tanımasına uzun müddət imkan verməmişlər. Yox. İnsanlar gələcəklərini də kartofla xilas etmək barəsində düşünürlər. Bəli, bu Mars söhbəti. İnsanların əziyyətli bir əkinçilik növü ilə tanış olması onların həyatını dəyişdi. Əziyyətli deməyək buna, xeyr. Qida bitkisinin sərt iqlimə davamlılığı onu daha da dəyərli və istifadəyə yararlı edir. Bəli, bayaqlara bir cümlə vardı. Deyir ki, bu sərt iqlimə də yararlıdır. 2-4. Kartofun yayılması müharibələrə son qoydu. Yox, müharibələrə son qoymadı. Amma müharibələr, yəni torpaq üçün müharibə etmədilər də, müharibələr bir qədər azaldı deyək. Ona görə cavab olur 2-4. 244-də. 45 cədvələ əsasən mətnin strukturu ilə bağlı uyğunluqları müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlışı götürürük. Deməli, mətnin 3-cü abzasını 2 abzasa bölməyə ehtiyac var. 3-cü abzası hansıdır mətnin? Bu hissədir də. Bu abzası 2 dənə abzası necə bölək də? Məsələn, bura qədər olan hissədir. Nə deyir? Burada 1841-ci illərdə İrlandiyalıların sayı 2 dəfə artır və İrlandiya sənaye və kənd təsərrüfatında əhəmiyyətli irəliləyiş əldə etməmişdir. Yalnız kartof istehsalının genişləndirməsi nəticəsində çoxsaylı əhalinin qida tələbatı ödənmişdir. Kartof qədim dövrlərdə yox. Deyərdim ki, bəli, buna ehtiyac var. Nəyə görə? Baxın, burada qida tələbatı ödənmişdir və bundan sonra belə deyim, başqa fikir artıq başlayır. Buradan mən bunu bölə bilərəm. Kartof qədim dövrdə İnk imperiyasında tərəqqisinə səbəb olmuşdu. Artıq burada əlavə bir fikir başlayır deyim. Mən bunu buradan 2 hissəyə bölə bilərəm. Ona görə mən 1-i götürürəm.
Mətnin nəticə hissəsindən fərqli olaraq giriş hissəsinin əsas hissə ilə əlaqəsi zəifdir. Yox, deməzdim ki, yəni zəifdir. Bu yanlış fikirdir məncə. Çünki baxın, bu demək mətnin giriş hissəsidir. Bu deyir ki, nəticə hissəsi ilə giriş hissəsinin əlaqəsi zəifdir, amma daha doğrusu belə giriş hissənin əsas hissə ilə əlaqəsi zəifdir, amma nəticə hissəsi daha belə əlaqəlidir. Yox, deyərdim ki, bu fikir yanlış fikirdir. Elə giriş hissədə mətnin əsas hissəsi ilə əlaqəlidir. Ona görə ikincini çıxıram. Buradan ikiləri çıxanda ilə cavab 1-i götürəndə 1, 3, 4, 5 qalır. Mətnin ilk cümləsi mətndən çıxarılması struktur pozuntusuna səbəb olar. Baxaq, kartof qida ehtiyatı kimi cümlədən çox becərilən və istifadə olunan bitkidir. Bəli, kartof həm də burada varsa, deməli bunun əvvəlində nəsə bir buna uyğun bir fikir var da. Ona görə 3-də götürürəm. Yanlışdır. Mətnin sonuncu abzasında dialoqdan istifadə edilmişdir. Bəli, yanlışdır. Burada bir belə deyim, dialoq yoxdur. Xeyr, dialoq yoxdur. Yəqin bu sual hissəsini deyir, amma burada bir dialoq yoxdur. Dialoq olması üçün bunlardan istifadə olmalıdır. Elmi üsluba nisbətən bədii üslubun xüsusiyyətləri daha qabarıqdır. Xeyr. Bu da yanlışdır. Məcazi mənalı ifadələr işlənmişdir. Məcazi mənalı ifadələr, məsələn, baxın, burada kartofun meydana çıxması. Kartof həqiqətən də durub meydana belə pilləkənlər gedib çıxmır ki, bu məcazi mənalı ifadədir. Doğrudur, ona görə altından çıxıram. Cavab olur D. 246-da nə deyir? Deyir, abzasların birinin ilk cümləsinin abzasın məzmunu ilə əlaqəsi zəifdir. Həmin cümləni yazın və seçiminizə əsasla. Baxın, burada deməli 4-cü abzasda kartofun danışır kartofu kimlərə yedizdirilməyindən, birinci gümüş mədənlərində ki işçilərə verilməyindən, daha sonra nə bilim yoxsulların süfrəsinə gəlib çıxmasından. Amma burada birinci abzas nədir? Deyir, kartof Avropada bəzək bitkisi hesab edilmişdir. Yəni bu cümlənin əlaqəsi yoxdur deyərdim. Çünki həmin abzasda, yəni deyirəm də, həmin o qidanın, yoxsulların qidaya ehtiyacından, yəni zəhmət çəkənlərin qidaya ehtiyacından danışılır. Burada bəzək bitkisinin, əgər bəzək bitkisindən başlayırdısa cümlə, onunla da davam eləməlidir. Ona görə mən düşünürəm ki, budur, 4-cü abzasdır. 247-də nə deyir? Mətnin 5-ci abzasında düzəlişə ehtiyac olan cümlənin müəyyən edək, qüsurları aradan qaldırmaqla yalnız qüsur olan məqamlarda yenidən yazın deyir. Burada yüksək ifadəsidir. Ordu daha yüksək qidalanmaq olmaz, daha yaxşı, daha keyfiyyətli şəkildə qidalanmağa və daha az, belə deyim, burada deyir ki, daha az müharibə törətmək. Müharibə törətmək olmaz. Bu törətmək qətliyamla bağlıdır. Məsələn, qətliyam törətmək olar. Amma müharibə etməyə başladı deyə bilərəm. Sonra 48 mətndə əvvəlində işarə qoyulmuş sözlərin mənalarını müəyyən edin. Gəlin müəyyən edək. Birinci, səmərəli. Səmərəli faydalı deməkdir. Əlverişli deməkdir. Tərəqqi inkişaf deməkdir. Məsələn, Azərbaycan dövlətinin tərəqqisi, Azərbaycan Cümhuriyyətinin tərəqqisi, yəni gündən-günə gözəlləşməyi, daha da irəli getməyi deməkdir. Sözlərlə ifadə eləsək də, yəni inkişafı dediyim kimi irəliləyişi. Daha sonra urbanizasiyanı da bayaq izahını verdim. Sosial-iqtisadi baxımdan, belə deyim də, kəndlərin şəhərə axışması, nə bilim, şəhərin əhəmiyyətinin artması deyə bilərəm. Şəhərləşmə prosesi urbanios sözündən götürülüb, şəhərli deməkdir. Urbanizasiyada şəhərləşmə deməkdir, qısaca desək. Bu da belə. 249. Əsas mətnlər çərçivədə verilmiş mətnin üslubi xüsusiyyətlərini nəzərə alaraq
Bəli. Eyler-Venn diaqramını doldurun. Yaxşı. Və həmin hissə edir ki, ən az bir dənə doğru fikir yazın. Yəni, bir dənə yazmanız yaxşıdır, normaldır, amma daha artıq yazsaq təbii ki, daha yaxşıdır. Kartof badımcan çiçəklər fəsiləsinin Solanium cinsindən çoxillik bitki növüdür. Əsasən Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda iki növü geniş yayılmış. Çili kartofu və ant kartofu, Andigenium var. Çili kartofu 3-6 gövdədən ibarət hündür. Bu nədir sizcə? Çərçivədə bu nədir çərçivədəki mətn? Çərçivədəki mətndə termin sıxlığı var, bəli. Konkretlik var, bəli. Ya hansı üslubda yazılıb? Belə deyim. Dəqiqlik var. Ona görə bura termin sıxlığı, sonra konkretlik yaza bilərik, dəqiqlik yaza bilərik. Əsas mətndə isə belə yaza bilərik. Əsas mətn ədəbi dilin nümunəsidir. Belə deyim. Amma bu da ədəbi dilin nümunəsidir də. Hər ikisi ədəbi dil nümunəsidir. Hər ikisi funksional üslubda yaza bilərik. Daha sonra yaza bilərik bu mətnə. Deməli, burada nədən istifadə olunub? Burada, belə deyim də, baxsaq bura daha aydın şəkildə yazılmış bir mətndir. Daha anlaşılır şəkildə yazılmış bir mətndir. Hər kəsin başa düşdüyü sözlərdən istifadə olunub. Bu şəkildə cümlələr yaza bilərik bura. 250 mətnə əsasən cədvəli tamamlayın. Səbəb Avropada qidanın əsasını kartof təşkil etməyə başladı. Buradan bunun nəticəsini yazacağıq. Nəticəsi oydu ki, uşaqlar. Belə deyim də, nə gündə istifadə eləmişim. Urbanizasiya prosesi baş verdi. Urbanizasiya prosesi baş verdi və kartof artıq bir inqilaba çevrildi. Kartof olmazsa insanlar acından ölərdi də, belə deyim. Məsələn, yaza bilərsiniz ki, urbanizasiya prosesi baş verdi. Sonra Avropa acılıqdan əziyyət çəkirdi. Səbəbi nə idi? Səbəbi o idi ki, bax, deyir ki, Avropa acılıqdan əziyyət çəkirdi. Kasıbları qida ilə təmin etmək mümkün deyildi. Agrokimyəvi biliklər inkişaf etmədiyi üçün taxıl bitkilərin məhsuldarlığı aşağı idi. Səbəb buydu. Agrokimyəvi biliklər inkişaf etməmiş. Yaza bilərsiniz buradan. Sonra keçirik vətən həsrətinə. Xaqani Bağdadın, mən yoxuram mətnim. 251-də deyir ki, hansı aforizm mətn məzmununa uyğundur? Öz vətəninə mənsub olmayan bəşəriyyətin mənsubu deyil. Yox, bununla əlaqəsi yoxdur. Vətənpərvərlik özünün vətəndən ayrılmaz olduğunu dərk etmək, xoşbəxt və bədbəxt günlərini onunla bircə yaşamaqdır. Bəli, budur. Xaqani Şirvanı haqqında eşitmisiniz, bilmirəm. Amma həqiqətən də Xaqani Şirvanı özü vətən həsrəti çəkən, saray şairi olmayan, amma onu zorla saray şairi edilən insan olub. Hətta buna görə sürgün olunub. Və burada deyir ki, xoşbəxt və bədbəxt günlərini vətənlə bircə yad edib, yaşayır. Bəli, o düşünürdü ki, həqiqətən də, belə deyim də, bədbəxt olsam, xoşbəxt olsam, vətənimdə olum. Vətəndən ayrı düşmüşdü. 251-də cavab verim. 252. Mətnin ideyasının açılması mühüm məqam hesab edilə bilər. Sarayda Xaqani ilə bağlı şübhələrin yaradılması. Mətnin ideyasının açılmasında, belə deyim, bu müəyyən bir rol oynaya bilməz. Mosul hakiminin atlarını Xaqani müşayiət etməsi, bu da yəni ideyasının açılmasında bir rol oynamır. Xaqaninin öz torpağına qayıtmaq istəyi, bəli.
Hətta orada Hilal deyir, şair qayıtma. Yəni səni orada gözləyənlər var, səni orada tutacaqlar, atacaqlar zindanlara. Yoxsa saraya idi. Deyir ki, deyir Şirvanşahın qəzəbinə düçar olsan, ondan qurtulmaq çətindir. Düz sən Şirvanşahın ən dəyərli adamısan, amma düşmənlərin güclüdür. Amma o da deyir ki, yox, mən qayıtmalıyam mütləq. Nə yaxşı gündə də, pis gündə də vətənimdə olmalıyam. Bağdadın mühasirədən qurtarılması bu da aid deyil. Xaqani Dəcləni sevməsinin səbəbi bəli. Baxın, burada onu göstərir. Deyir ki, mənim qəlbimdə olan vətən həsrəti də eynən Dəclə çayı tək köpüklənir, dalğalanır. Cavab 3-5. Sonra 253. 253-də deyir ki, mətnin nöqtələrin yerinə hansı ifadə yazıla bilər? Bu, Şirvanşah Mənçövrün qəlbinə mənimlə bağlı nifaq toxumları səbəb olar. Su səbəb olsa, yəni yox. Elə cavab ən uyğun variant idi. Özünüz də oxuyanda yəqin ki, gördünüz onu. 254 mətnində əvvəlində rəqəm yazılmış hansı cümlələrdə məcazi mənalı söz işlənməmişdir deyir. İşlənməmişdir. Əvvəldə rəqəmlər yazılmış hansı cümlələrdə? Baxaq. Deməli, Xaqani Bağdada mühasirədən xilas edilməsini sevinirdi. Haqqında çox işdiyi şəhərə artıq gedə biləcəyinə imkan yaranmışdı. Yəni, belə deyim, biz burada məcazi mənalı sözün işlənmədiyini axtarıb, ona görə bir də işlənməyib. O, Mosul hakiminin ona qoşduğu atların müşayiəti altında Bağdada gəlir. Burada deyərdim ki, 2-də müşayiəti altında, həqiqətən də onun altında olmur ki, ona görə burada məcazi mənalı söz işlənib. Sonra, şəhərin gözəlliyi və ehtişamlı sarayları şairi heyran etdi. Bəli, burada məcazi mənalı söz işlənməyib. Xaqani Dəclə çayının, buradan bir dənə ikiləri çıxaq, görək cavab çıxırmı? Qalır 1-3-5 və 1-3-4. Baxaq. Xaqani Dəclə çayının lap yaxınlığında olan Gərc məhəlləsində kübarların yaşadığı hündür bir iqamətgahda qonaq etdir. Bəli, hündür bir iqamətgah ola bilər qonaq etmək. Yəni burada da məcazi mənalı söz yoxdur. Şair dostum Dəclə sahili doğrudan da gözəldir. İnsan ruhunu həqiqətən də oxşaya bilməz. Ona görə burada məcazi mənalı ifadə var. Cavab olur D. Ancaq mən heç vaxt əhdinə bivəfa, ustadına xor baxan biri olmamışam cümləsi mətndə hansı işarənin yerinə əlavə edilsə, məzmun ardıcıllığı pozulmaz. Mən düşünürəm ki, bu əlavə edilməlidir. Baxın bura. Saraylar vəfasızdır dostum. Mən bu gün şahdan sonra ikinci olan şəxs sabah dar ağacından yellənə bilər. Ancaq mən vətənimə qayıdacağım və günahsız olduğumu sübut eləyəcəm. Ancaq mən heç vaxt əhdinə bivəfa ustadına xor baxan biri olmamışam. Bax bunu, bu işarən bura əlavə olunsa, mətnin ardıcılığı pozulmaz. Deyərəm cavab A-dır. Sonra 200 baxırıq 56-ya. Deyir ki, mətn əsasının sxemini tamamlayın və fikrinizi əsaslandırın. Xaqani nəyə güvənmirdi? Xaqani güvənmirdi saraya. Nəyə görə güvənmirdi? Çünki saray əhli, saray insanları vəfasız olurlar. Ona görə bilirsiniz necədir? Bugün orada konkret mətndə də göstərir ki, deyir, bugün saraydan, belə deyim də, şahdan sonra olan ikinci bir adam, yəni sabah dar ağacında da ola bilər də. Ona görə yəni saray əhlinə güvənmək mümkün deyil. Məsələn, bax, burada deyir ki, Şirvanşahın qəzəbinə düçar olsan, bundan qurtulmaq çətindir. Ona görə güvənmirdi. Yəni, çoxdur fikirlər. 257 deyir ki, Xaqani və dostunun xarakteri xüsusiyyətlərini nəzərə alaraq hər hissəyə ən azı bir fikir yazmaqla eləyir.
Bəli. Deməli, ortaq cəhətləri yazmalıyıq. Hər ikisi bax, ən əsası vətənpərvər idi. Mənim ilk ağlıma gələn bunlarla bağlı bu idi. Hər ikisi belə deyim də, hər ikisi təbiəti sevən adam idi. Nəyə görə bunu deyirəm? Çünki hər ikisi hər səhər çayın sahilinə gəlirdi və başlayırdılar onlar onu seyr eləməyə və söhbət eləməyə. Hər ikisi təbiəti sevirdi. Hər ikisi belə estetik ruhlu insanlar idi, deyə bilərəm. Xaqani qorxaq deyildi. Qorxmaz idi. Xaqani şair idi. Şair yazmayaq. Yadımda deyil, bu mətndə Hilalın şair olduğu vurğulanmayıb. Bəlkə də o da şair idi, bilmirəm. Məsələn, bura yaza bilərik ki, məsələn, istedadlı. Hilala yaza bilərik. Hilal dostunu sevən idi, dostunu düşünən idi. Belə deyim, sədaqətli dost idi kimi sözlər yaza bilərik. 258. Mətndə üzərində rəqəm yazılmış sözlərin qarşılığını tapmaqla cədvəli doldurun. Üzərinə rəqəm yazılmış sözlər deyir. Ehtişamlı. Ehtişam o deməkdir ki, dəbdəbəli, təntənəli. Bu mənadadır da ehtişam, möhtəşəm və s. Ən çox dəbdəbəli mənasındadır ehtişam. Burada elə şəhərin gözəlliyi və ehtişamlı olması, yəni dəbdəbəli olması. İkincisi hardadır? İkincisinə baxaq. Məhzun. Məhzun hüzünlü deməkdir. Hızını ilə yadınızda saxlayın. Ümumiyyətlə, bu ərəb sözlərində həmişə bir fleksiya var. Fleksiya odur ki, yəni elə bir samitlər qalır, bir dənə saitlər dəyişirsən, belə yavaş-yavaş sözdə dəyişir də belə bir şey. Hüzünlü, kədərli, nə bilim, artıra bilərsiniz də bunu. Hüzün, kədər, qəm, nisgil, həsrət və s. Həsrət biraz həsrət uyğun olmadı, amma dediyim digərlərini yaza bilərsiniz. Sonra mətndə altından xətt çəkilmiş cümlədə burada sözləri, burada sözün qarşılığını yazırsınız. Mətndə altından xətt çəkilmiş cümlədə kontekstdəki mənaya uyğun düzgün işlədilməyən ifadələri müəyyən edib düzəliş etməklə cümlə yazın. Yaxşı, baxaq altından xətt çəkilmiş cümlə deyir ki, iqamətgahın eyvanı və eyvana çıxan pəncərələri Dəclə çayına nəzər yetirirdi. Burada Dəclə çayına nəzər yetirirdi yox, Dəclə çayına baxırdı onlar. Baxırdı. Ya da eyvana baxan onlar. Eyvana baxan pəncərələri Dəclə və Fərat çayına baxırdı. Dəclə və Fərat çayına baxırdı onlar. Dəclə çayına tərəf idi onlar. Tərəf idi, mən indi cavabdan baxdım, amma baxırdı da onlar. Mətndə tün qara hərflə verilmiş hissəyə əsasən cədvəli doldurun. Hissədə özünü göstərən üslubu xüsusiyyətlər, fərqli üslubu xüsusiyyətləri yazmaqla həmin xüsusiyyətin nümunə ilə əsaslandırması. Yox dostum, qayıtmalıyıq. Vətən həsrəti qəlbimə, ürəyimə dəli fırtına salıb. Artıq buradan məlum olur. O dalğalanır, köpüklənir Dəclə çayı tək. O köpüklər Dəclənin könül ahından doğub. Bax, mənim də könül ahım qəlbimi də köpükləndirib, ürəyimi də. Bu, deməli, baxın, burada bu sözlərdə necə oynanılıb da, cilddən cildə girib. Buna biz nə deyirik? Obrazlıq deyirik, sözün poetik funksiyası deyirik, poetik ifadələr deyirik, məcazlardan istifadə deyirik, nə bilim, Dəclə məsələn deyir, mənim Dəclə çayı tək, təşbehdən istifadə olunub. Yəni, bunun ümumadi təsvir məcazlardan istifadə olunub, bədii ifadə vasitələrindən istifadə olunub, belə. Məsələn, götürürük buradan bir dənə cümləni, bura yazırıq həmin o dediyim xüsusiyyətləri. Buradan bir dənə cümləni, məsələn, deyirəm ki, bax, vətən həsrəti qəlbimə, ürəyimə dəli fırtına salıb, Dəclə çayı tək, məsələn. Bunu yazıram buradan. Sonra, məsələn, deyirəm ki, ya da yazıram bura, məsələn, belə. Məsələn, buradan götürürəm, sonra yazıram bura nə?
Bədii təsvir vasitələrindən istifadə olunur. Məsələn, buraya yazıram təşbeh, yazıram dəcəl çayı tək, nə bilim, və ya yazıram epitet. Epitet, burada epitet, bax, görək nə var. Dəli fırtına məsələn. Epiteti yazıram. Yəni, burada yazıram, bu hissədən bunu yazıram. Bura epitet yazıram, bu hissədən onu yazıram. Və ya deyirəm ki, bədii ifadə vasitələrdən istifadə olunur. İnversiyadan istifadə olunur. İnversiya bura yazıram. Buradan yazıram, məsələn, bax, o köpüklər, bax, mənim də könlüm ahım, qəlbimi də köpükləndirib, ürəyimi də. Bu necə olmalıdır? Mənim də könül ahım, ürəyimi də köpükləndirib, ürəyimi də, qəlbimi də köpükləndirib. Bu şəkildə olmalıdır. Bu şəkildə bura qarşılığını yazıram. Yəni, hər dəfə bunu artırdıqca mən onun qarşısından nümunələr yaza bilərəm. Bu da bizim 260-cı sualımız. Dünyanın ən gözəl Carmen'ə qədər vermişdim. Sağ olun dostlar.